Salam əziz şagirdlər. Deməli, birinci isə test toplusu isbat məsələləri 10-cu sualın izahına baxırıq. Deməli, sual belədir. ABC düzbucaqlı üçbucağının daxilinə YFKD kvadratı çəkilmişdir. İsbat edin ki, YFKD-nin sahəsi AF vur KB-dir. Deməli, biz bunun üçün nə edəcəyik? Əgər üçbucaq düzbucaqlı üçbucaqdırsa, baxın, biz bura bir alfa yazsaq, düzbucaqlı üçbucaq olduğu üçün bu bucaq olacaq 90 minus alfa. Çünki iti bucaqların cəmi 90 olmalı düzbucaqlı üçbucaqda. Əgər bu kvadratdırsa, bucaqlar 90 dərəcədir. Onda bura 90-dırsa, bura 90 çıx alfadırsa, onda bu bucaq alfa olacaq. Bura 90, bura alfadırsa, onda bura 90 çıxaq alfa olacaq. Yaxşı baxsaz, əvvəla bu kvadratdırsa, gəlin bunun tərəfini A götürək. Yəni bu fiqur kvadratdır deyir. İndi yaxşı baxsaz görərsiniz ki, 3 bucaq, deməli AYF oxşardır 3 bucaq DBK-ya. Və buradan alırıq ki, AY-nin DB-yə nisbəti bərabərdir YF-in BK-ya nisbəti, bu da bərabərdir AF-in DK-ya nisbətinə. İndi baxın, əvvəla bizdə A-yı yoxdur. Biz bundan istifadə etməyəcəyik. DB tərəfi də yoxdur. Bax, bu bərabərdən istifadə etmirik. YF A-dır, bölək BK bərabərdir AF bölünsün DK. DK da A-dır. Çarpaz vuranda AF-in BK-ya hasili bərabərdir A-nın A-ya hasili, yəni A kvadratına. Və biz də bilirik ki, YFKD kvadratın sahəsi A kvadratdır. Onda həqiqətən də AF vur BK kvadratın sahəsini verir, yəni A kvadratını verir. Deməli, yazırıq S YFKD bərabərdir AF vuraq KB, o da bərabərdir A kvadratına. Verilən tapşırıq isbat olundu.